Salam əzizlərim. Sabaha sayılı saatlar qalıb ilaxır çeşmə qapımızı döyür. Evdə artıq bayramın ətri, süfrənin hazırlığı, rənglərin gözəlliyi hiss olunur. Mən də bu gözəl əhval-ruhiyyəni sizinlə bölüşmək istədim və bu gün süfrəm üçün yumurtaları boyadım. Əvvəlcə yumurtaları qazana yerləşdirib üzərinə su və bir qaşıq duz əlavə etdim. Duzu ona görə əlavə etdim ki, yumurtalar bişəndə çatlamasın və sabah uşaqlar yumurtaları bir-birinə vuranda tez qırılmasın. Düzü bu üsulu başqa bir səhifədə görmüşdüm və sınamaq istədim. Təəssüf ki, 2 yumurta yenə də çatladı, amma qalanları çox gözəl alındı. Bu boyadığım yumurtalar süfrə bəzəyi üçündür. Ona görə də marketdən aldığım yumurta boyalarını isti suda həll etdim və hər rəngin içinə bir çay qaşığı sirkə əlavə etdim ki, rənglər daha parlaq və gözəl alınsın. Yumurtaları rəngə qoymazdan əvvəl isə biraz yağladım ki, qabıqları daha da parlaq görünsün. Uşaqlar üçün isə ayrıca kənd yumurtaları hazırlayacağam. Onlar sabah həm yumurtaları döyüşdürəcək, həm də ləzzətlə yeyəcəklər. Bir maraqlı təcrübə də etdim. Uşaqların rəsm boyalarından 2 rəngi qarışdırdım və tam gözləmədiyim fərqli bir rəng alındı. Əvvəlcə düşündüm ki, salfetin içində rəngləyim. Salfeti rəngli suya batırıb yumurtanı bükdüm və fərqli naxış alınsın deyə, amma istədiyim kimi alınmadı. Ona görə də boyaları əlimlə bir-birinə qarışdırdım və yumurtanın üzərinə çəkdim. Açığı belə bir rəng alınacağını heç gözləmirdim, amma gördüm ki, çox fərqli və maraqlı alındı və süfrəyə başqa bir gözəllik qatdı. Bəzən insan planlaşdırmadığı bir şey edir və nəticə daha gözəl alınır. Mən də bu kiçik ideyanı sizinlə bölüşmək istədim. Rəngarəng yumurtalar Novruz süfrəsinə təkcə gözəllik deyil, həm də sevinç və bayram əhval-ruhiyyəsi gətirir. Qoy sabahki ilaxır çərşənbə hər birinizə bolluk, sevinç və ruzi gətirsin. Hələlik.